İndi qadın olmaq istəmir. Ana olmaqda uduzmaq görür. Bəli. Halbuki ana olmaq qadının ən böyük nailiyyətidir. Kişi yer üzünə gəlib ki, həqiqəti tapsın və canını ona qurban versin. Qadın yer üzünə gəlib ki, evlad dünyaya gətirsin. Qadınla kişi həyatının məqsədləri arasında simmetriya yoxdur. Tamamlama var. Qadını kişi ilə yarışa soxdular. Bəli. Qadının psixikasına, fabrik ayarlarına uyğun gəlməyən bir həyat planı çizdiler qadına. Xoşbaxt olmadı. Heç xoşbaxt olmadı və siz demişkən bu ailə dəyərlərini gözdən saldılar. Gənclər evlənirlər, uşaq dünyaya gətirməyə tələsmirlər. Bəli, bəli. Mən uşaq dünyaya gətirəcəm, olacam Fatma Nisə, Tükəzban olacam, nənəm kimi olacam. Bəli, nənən kimi olmaqda böyük bir şərəf var.